Bismillahirrahmanirrahim. Son dövrlər ruqyaçılar, ruqya oxuyanlar, pul müqabilində dua oxumağı bir peşəyə çevirənlər günü-gündən artmaqdadır. İnsanlar öz cahilliklərindən dolayı görürsən ki, ruqya oxuyan insanlar axtarırlar. Soruşurlar ki, ruqya oxuyan adam tanımırsan belə yaxşı, gəlsin dualar oxusun. Xəstəmiz var. Əslində isə ən gözəli bir adamın, bir xəstənin özü üçün dua eləməsidir. Böyük İslam alimi İbn-i Qayyim Əl-Cəvziyyə rahiməhullah da buyurur ki, insan özü üçün dua eləsə daha yaxşıdır. Mutarrif İbn Abdullah İbn Şixir radiyallahu anhudan nəql olunur ki, bir dəfə o gedib bir nəfər xəstə adamı ziyarət eləyir. Xəstə adam da ona deyir ki, mənim üçün dua elə. Mutarrif də ona cavabında deyir ki, özün üçün dua elə. Çünki sənin duan ehtiyacı olan bir adamın duasıdır. Uca Allah da Quran-ı Kərimdə Ən-Nəml surəsinin 62-ci ayəsində buyurur ki, Əmmən yucibul muttarra izə də'ah və yəkşifus-su'ə və yəcəalukum xulafəəl-ard. Əiləhum mə'allah qalilən mə təzəkkərun. Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yeryüzünün varisləri edən kimdir? Heç Allahla yanaşı başqa bir məbud mu var? Siz necə də az düşünürsünüz? Xəstə olan, ağrı çəkən, ehtiyacı olan kəsin etdiyi dua adi adamın duasından fərqlənir. Bir xəstənin özü üçün dua etməsi ehtiyacı olan bir adamın duası sayılır. Ona görə də biri gəlib sənə dedikdə ki, mənim üçün dua elə, ona yaxşı dua edəcəm demək əvəzinə de ki, özün üçün dua elə. Ona bunu təşviq elə. Təklikdə olduqda da sən də qardaşın üçün dua elə. Sən də tərk eləmə duanı. Çalışmaq lazımdır ki, xəstələr və ehtiyacı olanlar ümidlərini insanlara və onların dualarına bağlamasınlar. Onları sövq etmək lazımdır ki, özləri üçün dualar etsinlər. Aləmlərin Rəbbi olan Allahdan yardım diləsinlər, özlərini ruqya eləsinlər. İbn-i Qayyim rahiməhullahdan da bu barədə soruşulduqda, o tövsiyə edirdi ki, insanlar özləri üçün dua eləsinlər. Xüsusən də ruqya kimi tövsiyə edirdi ki, Fatihə surəsini oxusunlar. Məsələn, birinin bir yerə ağrıdıqda əlini qoysun həmin yerə və Fatihə surəsini oxusun. Bir çoxları alimin bu tövsiyəsini yerinə yetirərək bunun müsbət təsirini görürdülər. Özü də buyurur ki, mən xəstələrə tövsiyə edirdim ki, özləri üçün Fatihə surəsini oxusunlar. Fikir verin, demir ki, onlar üçün oxuyurdum. Deyir, tövsiyə edirdim ki, oxusunlar. Elm əhlinin yolu budur. Yoxsa bəziləri bunu biznesə çevirib. Bir ay oxuyur, sonra görür ki, pul var, bir ay olur 3 ay. 3 ay olur 6 ay, 6 ay olur 1 il, 2 il və belə davam edir. Bu elm əhlinin yolu deyil. Daha doğrusunu Allah bilir. Vəlhamdülillahi Rabbil alemin.